cümləni ingilis dilinə çevirək. İlk öncə cümləni ingilisinə çevirməmişdən öncə cümlədəki bütün sözləri yazaq və sözləri yazanda daha yaxşı olar ki, söz birləşməsi şəklində yazaq. Dünən gecə, bunu birləşik şəkildə biz yazaq. Bütöv, yəni bütöv belə yazaq. Last night. Dünən yesterday-dir, yesterday night da deyə bilərik, amma dünən gecə və yaxud keçən həftə bu tip yerlərdə biz yesterday-dən daha çox last istifadə etdikdə daha yaxşı çıxar. Okay? Narahat olduğum üçün, narahat sözü nədir? Worried. Olduğum üçün. Burada üçün söz var. Üçün əslində for'dur, amma hər hansı bir şey olduqda, yəni bir şeyin səbəbinə görə, bir şeyin səbəbini biz dedikdə, o zaman biz because istifadə edirik. Okay? Because. Yəni for məsələn filan kəs üçün, okay, amma bir şeyin səbəbini bildirdikdə mütləq for yerinə because işlətmək lazımdır. Yaxşı yata bilmədim. Yaxşı sözü biz iki şəkildə deyə bilərik. Good və yaxud well. Burada söhbət hərəkətdən gedir. Yaxşı yatmaq. Ona görə biz yaxşı sözün good yox, well istifadə olunacaq. Well, bir dəqiqə. Yatmaq. Sleep. Bilmədi. Hər hansısa bir şey eləyə bilməmək. Keçmiş zamanda olur could, daha doğrusu bilməyib də couldn't. Couldn't. Və bilməyən, bunu eləyə bilməyən insan da I'dır, mən. İndi cümləmizi yığaq və cümlə ardıcıllığımız necə olacaq? Cümlə sual olmadığına görə Azərbaycan, yəni belə deyək də ingiliscə, Azərbaycanca nə idi? İngiliscə. Cümlədə hər hansısa sual və yaxud olmadığına görə cümlə hər zaman adam varsa adamla başlayır. Burada adam kimdir? Yəni mən. I. Və bu niyə bilmir? Bu insan nə edib və yaxud nə edə bilməyib? Yaxşı yata bilməyib və cümlədə əgər modal feil varsa hər zaman adamdan sonra gəlir. Burada modal feilimiz nədir? Couldn't. I couldn't və could'dan sonra mütləq hər zaman hərəkət gəlir. Burada hərəkətimiz nədir? Sleep. I couldn't sleep. Okay, I couldn't sleep. Bu yata bilməyib. Necə yata bilməyib? Well, yaxşı yata bilməyib. I couldn't sleep well və zaman da hər zaman sonda olur. Last night. Bu bizim birinci cümləmiz. Cümlə iki dənə cümlədən ibarətdir. Bu bizim birinci cümləmiz. İkinci cümləmiz nədir? Narahat olduğum üçün. Okay? Və cümlədə hər zaman bağlayıcılar dediyimiz, məsələn burada bağlayıcımız nədir? Because. İki cümlənin arasında işlənir. Çünki mən narahat idim. Okay? Because narahat idim necə deyirik? I was worried. Narahat olmaq özü worried, narahatdır daha doğrusu worried. Narahat olmaq əmizarla deyilir. Və bu da